Torpaqları azad etdik, orada sizə bir ev tikmişik, indi durun çıxın gedin. Baxın, bunu demək sizə asan gələ bilər. Amma o insanlar üçün elə də asan deyil. Və bunu heç zaman unutmayaq ki, məcburi köçkünlər öz xahişləri ilə, öz istəkləri ilə Bakıya gəlməyiblər. Müharibə olduğu üçün, sağ qalmaq üçün, ölməmək üçün, əsir düşməmək üçün öz evlərini, eşiklərini qoyub məcburi şəkildə tərk ediblər. Və yenidən sıfırdan başlayıblar. Heç tanımadıkları bir şəhərdə sıfırdan başlayıblar. Bu asan məsələ deyil və 30 il, baxın söhbət 30 ildən gedir. 3 ildən yox, 10 ildən yox, 30 il qurduqları bu mühiti, şəraiti buraxıb yenidən sıfırdan öz torpaqlarında başlamaq heç də asan deyil. Və məcburi köçkünlərin yenidən öz yurtlarına qayıdıb orada yaşamaları üçün sadəcə bir ev yetərli deyil. Kifayət qədər lazımi infrastruktur olmalıdır. Yəni məktəbi, uşaq bağçası, apteki, xəstəxanası, həkimi bunlar da olmalıdır ki, gedib orada yaşasınlar. Ən önəmlisi isə iş yeri olmalıdır. Və deyilənə görə hətta toyuq cücə saxlamağa belə icazə vermirlər. Hər şeyi mütləq marketdən almalıdırlar. Baxın, bu məsələlər həll olmalıdır. Kənd təsərrüfatı ilə məşğul olmaları üçün onlara yetərincə dəstək olmalıdır. Sadəcə durun, çıxın, gedin deməklə olmur. Özünüzü onların yerinə qoyun. Baxın, hazırda Bakı əhalisinin neçə faizini yerli bakılılar təşkil edir. İçi mən qarışıq, mən Gəncədən gəlmişəm, hərəmiz bir yerdən gəlmişik. İndi təsəvvür edin ki, məsələn, deyilək ki, Bakıda yaşayan bütün Gəncəlilər hamısı Gəncəyə qayıtsın. Yaxud Bakıda yaşayan Tovuzluların hamısı Tovuza qayıtsın. Neçə nəfər qayıdacaq? Nə deyəcəksiniz? Axı, nəyə görə mən Gəncəyə qayıdım? Mən Bakıda işimi qurmuşam, övladlarım burada məktəbə gedir, mən burada işləyirəm, yenidən Gəncəyə qayıtmaq mənə çətin olar. Gəlin səmimi olaq, gəlin səmimi olaq. Bu sözü çoxumuz deyəcəyik, deyilmi? O zaman nə üçün məcburi köçkün bunu deyəndə bizə xoş gəlmir? Bəli, o torpaqların işğaldan azad olması üçün dövlətimiz milyonlarla vəsait sərf etdi. Bir müharibə apardıq, canımızdan can verdik, 3000-dən çox şəhid verdik. Niyə? Torpaqlarımız bizə qayıtsın, yenidən Qarabağ olsun. Və Qarabağın yenidən Qarabağ olması üçün sadəcə torpaqları azad etməyimiz yetərli deyil. Qarabağlılar ora köçməlidir ki, məsələn, Şuşa yenidən Şuşa olsun, Kəlbəcər yenidən Kəlbəcər olsun. Bunun üçün də Kəlbəcərlilər, Şuşalılar, yəni hər kəs öz yurduna, öz torpağına dönməlidir ki, yenidən Qarabağa həyat qayıtsın. Məsələn, şəkillərə demək olmaz ki, gedin Laçında yaşayın. Yaxud Şəmkirləri Kəlbəcərə köçürəsi deyirlər ki, kim hardandır, orada köçürürlər, deyilmi? Başa düşürəm, bu çox böyük bir fədakarlıqdır. Baxın, bir dəfə Bakıya gəlmək, sıfırdan başlamaq, yenidən öz torpağına qayıtmaq və orada sıfırdan başlamaq, bu həqiqətən çox çətindir. Bu böyük bir fədakarlıqdır. Amma nə etmək olar ki, bəxtimizə, taleyimizə bir müharibə yazıldı. Bu müharibəni yaşadıq. İndi məcburi köçkünlərdən də belə bir fədakarlıq gözlənilir. Yenidən öz torpaqlarına qayıdıb sıfırdan başlamaq və ola bilsin ki, məcburi köçkünlərin içində də kimsə getmək istəməsin. İnsan faktorudur. Ola bilərmi? Ola bilər. Amma inanıram ki, böyük əksəriyyət öz torpaqlarına getmək istəyir. Amma gedib orada yaşamaları üçün də biraz öncə dediyim kimi yetərincə bir infrastruktur olmalıdır. Yaşamaq üçün tam şərait qurulmalıdır ki, İnsanlar gedib orada yaşasınlar, orada işləsinlər, övladlarını oxutsunlar. Bunun üçün də onların istədiyi, onları qane edən bir mühit, bir şərait orada yaradılmalıdır.